إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قد أفلح المؤمنون صدق الله العظيم. Değerli kardeşlerim, Allah-u Teala kullarını bu dünyaya imtihan için göndermiş ve onları sınamak için bu dünyada onları imtihana tabi tutmuş ve başıboş bırakmamış. Onları doğru yola çekmek için peygamberler ve onlarla beraber kitaplar göndermiştir. Həqiqi mümin o şəxsdir ki, yaşadığı cəmiyyətdə hər kəsə fayda verən, elmə, ibadətə, əxlaqa, insani hörmətə, yardımlaşmaya və vəhdətə həqiqi mənada çalışan və bunlara nail olan bir insandır. Allah Teala Quran-ı Kərimdə kamil bir müminin hansı xüsusiyyətlərə sahib olduğunu bizlərə açıq-aşkar bəyan edir. Bunlardan birincisi namazı xuşu ilə əda etməkdir. Namaz müəyyən şərtləri daşıyan müminin yerinə yetirməklə yükümlü olduğu ibadətlərin başında gəlməkdədir. Gündə 5 vaxt namaz qılmaq bir möminə fərzdir. Və hələ xüsusən də kişilərə bu namazdan heç bir halda qaçmaq, yayınmaq və qurtuluş yoxdur. Xəstə olsan belə iman ilə qalacaqsan. Ayaqda dura bilmirsən, oturub qılacaqsan. Onu da bacarmırsansa, gözünlə iman ilə qalacaqsan. Namaz dinin dirəyidir. Rasulullah s.ə.v-in hədisidir bu. Kim namazını qılarsa, dinini qaldırmış və tikmiş olar. Kimsə namazı tərk edərsə, dinini yıxmış olar. Bir müsəlmanın müsəlman olduğunun dəlilidir namaz. İslamın 5 təməl şərtindən biridir namaz. Qiyamət günü ilk sorğu sual ediləcək ibadətdir namaz. Odur ki, kamil bir müminin birinci sifəti xuşu içərisində namaz qılmaqdır. Allah Teala Mümin surəsinin 1-ci və 2-ci ayəsində, xutbənin əvvəlində oxuduğum ayətlərdə buyurur ki, möminlər həqiqətən qurtuluşa çatmışlar. Onlar ki, namazlarında xuşu içərisindədirlər. Kamil müminin ikinci xüsusiyyətlərindən biri Allah yolunda infaq etməkdir ki, bunu daha açıq və geniş şəkildə xutbədən əvvəl sizlə bölüşdük. Allahın özlərinə lütf etdiyi neymətləri ehtiyacı olan insanlara paylaşa bilmək həqiqətən də bir mömində var olması lazım olan sifətlərdəndir. İnfaq dinimizdə çox əhəmiyyətli bir yardımlaşma və vəhdət formasıdır.
Allah Teala Quran-ı Kerimdə Bəqərə surəsinin 267-ci ayəsində buyurur: Ey iman edənlər, qazandıqlarınızın yaxşılarından və ruzi olaraq yerdən sizə çıxartdıqlarımızdan xeyrə xərcləyin. Sizə verilsə, gözünüzü yummadan götürə bilməyəcəyiniz pis malı xeyir deyə verməyə cəhd etməyin. Bilin ki, Allah zəngindir və tərifə layiqdir. Yenə Allah Teala Bəqərə surəsi 272-ci ayə buyurur: Xeyir olaraq verdiyiniz nə varsa qarşılığı sizə tam olaraq verilər və əsla haqsızlığa uğradılmaz və düçar olmazsınız. Bəqərə surəsi 274-cü ayə: Mallarını gecə və gündüz gizli və açıq xeyrə sərf edənlər ki var, onların mükafatları Allah qatındadır. Onlara qorxu yoxdur, kədər də çəkməzlər. Allah Resulü sallallahu aleyhi ve sellem ehtiyacı olan kəslərə hər zaman yardım etmiş və yardım etməyi də tövsiyə etmişdir. Allah Resulü hədis-i şərifdə buyurur ki, yalnız bu iki adama qibtə edilər. Bunlardan birincisi, Allahın özünə verdiyi malı haqq yolunda xərcləməyi bacaran kimsə, digəri də Allahın özünə verdiyi hikmətlə yerli yerində hökm edən və onu başqalarına öyrənən kimsədir. Kamil müminin üçüncü xüsusiyyəti isə səbirli olmaqdır. Quran-ı Kərimdə israrla Allah-u Teala möminlərin səbirli olmalarını əmr edir. Çünki səbir müvəffəqiyyətin təməl daşı və ən əsas açarıdır. Səbir, hadisələr qarşısında qorxmamaq, ibadət və işə qorxmadan davam edə bilmək, dözümü, güc və dözməsi çətin hadisələr qarşısında üsyana getmədən öz halını qoruyub səbr edə bilməkdir. Səbr edilməsi lazım olan xüsusları bu 5 maddədə yığa bilərik. Birincisi, imanı son nəfəsə qədər qorumaqda səbr etmək. Başımıza nə gəlirsə gəlsin, nə olursa olsun, imanımızdan əsla vaz keçməməliyik. İkincisi, ibadət və itaətlərə səbir. Bizi ibadətdən yayındırmaq üçün minlərlə plan qurub şeytan və onun əlaltıları. Nəfsimiz bir tərəfdən, şeytan bir tərəfdən bizi ibadət və itaətdən yayındırır. Buna səbr edəcəyik. Üçüncüsü, üsyan və günaha düşməmə mövzusunda səbir. Bir mömin əsla heç bir halında Allaha üsyan etməməlidir. Və günaha düşməmək üçün əzimli, səbirli və mətanətli olmalıdır. Dördüncüsü, müsibətlərə qarşı dözümlü olmaqda səbir. Bu isə bizdən əvvəlki ümmətlərin və bizim ümmətə yox, digər ümmətlərə gələn peyğəmbərlərin başlarına gələn bəla və müsibətlərə baxaraq öz halımıza və bizim başımıza gələn kiçik müsibətlərə şükr etməklə mümkündür. Çünki onların başlarına gələnlərin hələ ən ağırı bizim başımıza əlhamdülillah gəlməyib. Beşincisi isə zaman istəyən işlərdə tənbəllik göstərməmək mövzusunda səbr etmək. Bu isə hər hansı bir işin zamanla həll olacağını bilirsənsə tənbəllik etməyəcək. Bunlardan da biri və ən əsası dəvət mövzusundadır. Yəni bir qardaşımızı İslam'a dəvət edərkən 1, 2, 3 dayanmayacaq. Səbirli olub onu
dəvət üçün daha gözəl variantlar fikirləşərək onu İslam'a dəvət edib qurtuluşuna səbəb olacaq. Allah insanı müxtəlif müsibətlərlə və müxtəlif imtihanlarla sınağa çəkir. Bütün bu imtihanlardan müvəffəqiyyətlə çıxmağın yeganə bir yolu vardır ki, o da səbirdir. Səbr edən ilahi mükafatla müjdələnməyə haqq eləyir çünki. Allah Teala Bəqərə surəsinin 155-ci ayəsində buyurur: And olsun ki sizi biraz qorxu və aclıqla, bir də mallar, canlar və məhsullardan azaldaraq sınayarıq. Səbr edənləri müjdələ. Kamil müminin digər bir xüsusiyyəti isə helm sahibi olmaqdır. Helm, hadisələr qarşısında tələsikçi davranmamaq və təənni edərək hərəkət etmək deməkdir. Helm, ağıl və mədəniyyəti ilə qazanılan ictimai əlaqələrdə səbirli, xoşgörülü, bağışlayıcı, uzlaşmacı və mədəni davranışları sərgiləməyi təmin edən əxlaqi bir faktdır. Rasulullah sallallahu aleyhi ve sellem bir səhabəni tərif edərkən Allah'ın sevdiyi iki xüsusiyyət var deyir səndə. Bunlardan biri helm, digər isə təənnidir. Uca dinimiz İslamda helmlə davranmanın adamı gözəl nəticələrə çatdıracağı ifadə edilməkdir. Fussilet surəsi 34-cü ayədə Allah Teala buyurur: Yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl bir şəkildə dəf et. Bir də baxarsan ki, səninlə arasında düşmənlik olan kimsə sanki isti bir dost olmuşdur. Yəni, bizim içimizdən hər hansı bir qardaşımızın etdiyi bir səhvə, bir əmələ görə onu həmin dəqiqə silib atmamalıyıq. Ona o düşdüyü səhvdən çıxmağa yardım etməliyik. Bir insanla əsla, diqqət edin, əsla qəti düşmən olmayın ki, vaxt gələr, onunla isti bir dost olarsınız. Beşincisi, kamil bir müsəlmanın xüsusiyyətlərindən beşincisi, əsəbinə və hirsinə hakim olmaqdır. Hirsə hakim ola bilmək müminin əhəmiyyətli bir əxlaqi xüsusiyyətidir. Çünki ictimai həyata baxdığımızda bir anlıq hirslə nə qədər həyatların söndüyü, evlərin yıxıldığı, qəlblərin qırıldığı, dostluqların pozulduğu hadisələr olmuşdur. Rasulullah sallallahu aleyhi ve sellem hədis şərifdə buyurur ki, əsl igid güləşdə rəqibini məğlub edən kimsə deyildir. Əsl igid hiddət anında hirsinə hakim olan adamdır. Hər birimizin başımıza problem və sıxıntı gələ bilər. Gözlənilmədən bir çətinliklə üzləşə bilərik. Bizə düşən, bir müminə yaraşan sakit və sükunətli bir şəkildə bunlara sinə gərməkdir. Ani bir səhvlə hər şeyi alt üst edə bilərik. Odur ki, səbir, təmkin bizi gələcəkdə baş verə biləcək böyük bir uçurumun kənarından qaytarar. Ali-İmran surəsinin 133-cü ayəsində cənnətin müttəqilər üçün hazırlandığını Allah Teala bəyan edir. Və 134-cü ayədə isə
müttəqi insanların xüsusiyyətlərini zikr eləyir. Və bu xüsusiyyətlərdən biri də hirsinə hakim olub insanların qüsurlarını bağışlamalarıdır. Müttəqilərin bir sifəti də hirsinə sahib olub müsəlmanların və ən əsası insanların qüsurlarını bağışlamalarıdır. Allah-u Teala cümləmizə kamil bir mömin olmağı nəsib eləsin. Ələ innə əhsənəl kələm və əbləğəl nizam kələmullahil məlikil azizil alləm və izə quri'əl qur'anu fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Elhamdülillahi hamdən kamilən vessalatu vesselamu ala rasulina Muhammedin və ala alihi və ashabihi ecma'in ta'zimən li nebiyyihi və takrimən li fəxameti şən şərəf safi fəqal azze və cəllə min qailin muxbirən və əmirə İnna Allaha və mələikətəhu yusalluna alən nebi ya eyyuhəl-ləzīnə əmənu sallu aleyhi وسلموا تسليما اللهم ارض عن خلفاء الراشدين أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي Ya'idukum ləalləkum təzəkkərun. Şübhəsiz ki, Allah-u Teala yaxşılıq etməyi, ədalətli olmağı və qohum əqrabaya öz haqlarını verməyi əmr edər. Pislikdən və azınlıqdan çəkindirər və hər zaman ibrət almaq üçün bizə öyüd və nəsiyyət edər.